Dostlar, salam, hər birinizi xoş gördük. 5-ci sınaqla qarşınızdayıq. 5-ci sınağı sizə dinləməklə bir yerdə paylaşıram. Hər kəs tam şəkildə yararlana bilsin, amma digər sınaqları da əldə etmək üçün WhatsApp qrupumuza qoşula bilərsiniz və gündəlik olaraq bir sınaq nümunəsini, tam buraxılış formatında bir sınaq nümunəsini əldə edə bilərsiniz. Dinləməni dinləməmişdən əvvəl dostlar, hər birinizə tövsiyə edirəm ki, mütləq şəkildə dinləmə sualları ilə tanış olun, dinləmə suallarına baxın. Çünki bu çox önəmlidir. Suallarla tanış olarkən bəzən variantlarda ixtiyari olaraq variantları eləmək olur. Yəni çünki cavablar o qədər bəziləri məntiqli, bəziləri məntiqsiz olur ki, bəzi variantlar ələnir gedir və heç dinləməyə ehtiyac olmur bəzi hallarda. Söhbət bütün suallardan getmir əlbəttə ki, açıq suallarda dinləməyə əksər hallarda ehtiyac olur, amma qapalı sualları qismən həll eləmək olur. Space tourism is becoming a new and exciting industry. In the past, only trained astronauts could travel beyond the Earth. Today, some private companies are offering short trips to space for ordinary people. Although these journeys are still very expensive, interest is growing every year. Many people dream of seeing our planet from above and experiencing weightlessness for a few minutes. During a space tourism flight, passengers usually receive special training before departure. They learn how to move safely in zero gravity and how to follow safety instructions. The trip itself often lasts only a few hours, and the spacecraft returns to Earth the same day. Even though the experience is brief, many travelers describe it as unforgettable and life-changing. However, space tourism also raises certain concerns. Experts worry about environmental effects and the high costs involved. Some believe the money could be spent on solving problems on Earth. Despite these debates, companies continue to develop safer and more affordable space travel for the future. Gəlin suallar üzərindən baxaq. Birinci sual, what is the passage mainly about? Mətn nə haqqındadır? Burada bizim doğru cavabımız dostlar B variantıdır. The evolution of space tourism, yəni kosmik turizmin inkişafı. Mətndə qədimdə, indi kosmik səyahətlərlə bağlı və gələcəkdə də hətta kosmik səyahətlərlə bağlı bir məlumat alırdıq. A variantında The History of Space Science, kosmos elminin belə deyək, tarixi. Amma burada elmlə bağlı bizim bir mətnimiz yox idi. Mətn əsasən gəzintilərlə bağlı idi, yəni ora gedib gəlməklə bağlı idi. C variantında Daily Life of Astronauts, yəni kosmonavtların gündəlik həyatı. Environmental Problems on Earth, yəni yer kürəsinin ətraf mühit problemləri və Discovery of New Planets, yeni planetlərin kəşfi ki, bunlar yanlış cavablarımızdır. İkinci suala keçirik. İkinci sualda which statement is true? Burada bizdən düzgün cavabı istəyir. A variantında space travel is cheap and accessible yazıb. Yəni ucuz və əlçatandır to everyone, yəni hər kəsə. Amma həm ucuz deyildi, həm də hamı üçün əlçatan da deyildi. Burada cheap və accessible sözləri yanlışdır. B variantında only government organizations offer space trips. Yalnız hökumət təşkilatları kosmik səyahətlər təşrif eləyə bilir. Amma bunu biz həm məsələn bax 3-cü sualın birinci variantında da diqqət eləsəz burada görürsüz. Həm də elə mətnin özündə də məhz qeyd olunur ki, əksinə hökumət təşkilatları yox, xüsusi sırf bu işlə məşğul olan təşkilatlar bunu təşrif eləyir və həm də burada yenə only var, diqqət eləyirsinizsə və bu yanlış cavabımızdır. C variantında passengers receive training before flying. Sərnişinlər uçuşdan əvvəl təlim alırlar. Bu düzgün cavabdır. Bununla bağlı mətndə də məhz qeydimiz olur. D variantı space tourists stay in space for several weeks. Bir neçə həftə kosmosda qalırlar, amma mətndə sadəcə bir gün, hətta bir neçə saat olduğu qeyd olunur. Yəni eyni gün içərisində qayıdıb gəlirlər. Bu da yanlış cavabdır. Və Y variantında da space tourism has no critics. Kosmik səyahətlərin heç bir tənqidi yoxdur. Amma bu da yanlışdır, çünki mətnin son hissəsində məhz mənfi məsələlərə də toxunulurdu.
Gəlirik üçüncü suala. Üçüncü sualda complete the sentence şərti verilib. Yəni cümləni tamamlamaq və space tourism is growing because kosmik səyahət inkişaf eləyir. Nəyə görə? Elə bunun birincisi bayaq qeyd elədim, birinci cavabdır ki, some particular companies organize trips. Yəni bəzi xüsusi şirkətlər səyahətlər təşkil edir. Bəli, bu bir düzgün cavabımızdır. 2-də tickets are affordable for all people. Biletlər bütün insanlar üçün uyğundur. Amma bu deyil, bu yanlış cavabdır. 3-də many individuals want a unique experience. Yəni əksər şəxslər unikal bir təcrübə, yəni bənzərsiz bir təcrübə istəyirlər. Bəli, bu da doğru cavabımızdır. Və 4-də astronauts promote it everywhere. Kosmonavtlar bunu hər yerdə təbliğ eləyirlər. Bu da yanlış cavabdır və doğru cavabımız məhz burada A variantı 1-3 olur. Davam edirik dostlar dinləmənin açıq sualları ilə. 4-cü sualda who could travel beyond the earth in the past? Yəni keçmişdə kimlər yer kürəsi ətrafında səyahət edə bilirdi? Burada doğru cavab only trained astronauts could travel. Yəni yalnız təlim almış kosmonavtlar səyahət edə bilərdi. Bu suala qısaca only trained astronauts da yaza bilərsiniz. Sadəcə tövsiyə edirəm hər zaman cümlə şəklində, çoxunsa cümlənin əsas hissəsi yuxarıda verilib. Siz sadəcə o who sualına, yəni kim sualına cavab verməlisiniz. Yəni only trained astronauts da yazsanız düzgündür, yazdığım cümlə şəklində yazsanız da yenə cavabınız düzgün olacaq. 5-ci sual complete the sentence şərtidir. Cümləni tamamlamaq şərtidir və Burada bizə verilən cümlə although the journey is brief, many travelers. Yəni baxmayaraq ki, səyahət qısadır, əksər səyahətçilər və davamı bu formadadır. Describe it as unforgettable and life-changing. Yəni bu səyahəti əksər səyahətçilər necə təsvir edirlər? Unudulmaz və life-changing, yəni həyatlarını dəyişən bir şəkildə təsəvvür edirlər və cümlənin tam dolğun şəklini burada yazmışam. Describe it as unforgettable and life-changing. Və sonuncu sual, write one adjective. Bu sual şərtini dəfələrlə izah etmişik. Bir də təkrar qeyd edirəm ki, burada sizdən dırnağın içərisində verilən sözün mətnin içərisində işlənən bir sifətini yazmaq tələb olunur və həmin sifət adətən cümlədə dırnağın içərisinə gələn sözün qarşısında işlənir. Burada da dırnağın içərisində verilən söz company sözüdür. Mətndə də həmin company sözünə aid verilən sifət məhz private sözü idi ki, yuxarıda 3-cü testin 2-ci bəndində biz particular sözünü bax burada görürdük dostlar. Düzdür, mətndə işlənən söz particular deyil, amma bu bizim üçün bir ipucu ola bilərdi. Və elə particular da xüsusidir, private da xüsusi, özəl deməkdir və 6-cı sualın məhz cavabıdır. Gəlirik 7-ci suala. 7-ci sual sifət zərf mövzusu ilə əlaqəli bir sualdır və burada çox ciddi bir xətalar olur hər zaman şagirdlərdə. Çünki əz-əzi görən şagirdlər dərhal sevincək olaraq ilk seçdikləri cavab bax bu Y variantındakı good variantıdır dostlar. Amma nəzərə alın ki, əz-əz həm sifətin adi dərəcəsinin, həm də zərfin adi dərəcəsinin göstəricisidir. Yəni nəzərə alın ki, good sifət olaraq adi dərəcədədirsə, well də zərf olaraq adi dərəcədə və hətta burada bir dənə də fluent variantı var ki, bu da adi dərəcədir. Yəni mən good'u seçirəmsə fluent'i niyə seçməyim və yaxud da well'i niyə seçməyim? Məhz bu suallar arasında cavab tapmaq üçün biz cümlənin boşluğunun belə deyək, ismə aidmi, yoxsa fe'lə aidmi olduğunu qərar verməliyik. Yəni ismə aid bir boşluqdursa, deməli sən ora sifət yazmalısan. Yox, fe'lə aid bir boşluqdursa, bu halda zərf yazmalısan. O cümləyə diqqət eləsək, Leyla speaks French. Leyla fransız dilində danışır. Danışır və danışmaq olduğuna görə söhbət burada hərəkətin necəliyindən gedir. Yəni bizə zərf lazımdır və doğru cavabımız məhz D variantıdır 7-ci sualda. 8-ci sualla davam edirik. Burada mübtəda xəbər uzlaşması testi çıxır bizim qarşımıza və mən sizə bu testi sondan əvvələ doğru izah eləyəcəm. İlk olaraq Y variantından başlayırıq. Y variantında 2 weeks vacation, burada bir S apostrof nümunəsi var. Apostrof S-li və S apostroflu nümunələrdə biz apostrof S-dən sonra gələn ismə baxırıq. Burada vacation diqqət edirsə tək isimdir, are cəm xəbərdir və Y variantı yanlışdır.
D variantı şagirdləri çaşdıran nümunələrdən biridir. Burada writing reports are part of his job. Və cümlə dostlar ING nümunəsi ilə başlandığı halda ki, bu gerunddur. Və davamında artıq cəm ismin gəlməyi bizim gedişatımıza təsir etmir. Bundan öncəki sınaqlarımızda da bundan bağlı bir testimiz olmuşdu. Orada da buna toxunmuşduq. ING-li nümunənin xəbərini and bağlayıcısı ilə 2 dənə ING-li nümunə yan-yana, məsələn, writing and reading desək, xəbəri cəmdə vermək olar. Amma belə söz birləşməsi şəklində olan nümunələr ING-li nümunə ilə başlayırsa, xəbər təkdə olmalıdır. Burada are cəmdədir və D variantı da məhz yanlış cavabdır. C variantına baxırıq. Money aren't yazılıb. Money sayılmayan isimdir. Sayılmayan ismin xəbəri təkdə olmalıdır. Bu da yanlış cavabdır. B variantında of var. Və bilirik ki, sözönlü birləşmələrdə sözöndən əvvələ baxırıq. Yəni this pairs ifadəsinə baxırıq. Pair burada təkdədir, amma don't cəmdədir. Bu da yanlış cavabdır. Və məhz doğru cavabımız elə A variantı olacaq 8-ci sualda. Burada diqqət edirsə workers sözü cəmdədir, were də cəmdədir və cəm mübtada, cəm də xəbər işləndiyinə görə A variantı doğru cavabımız olur. Sual 9. Bu zaman uzlaşması testidir və burada and bağlayıcısının olmağı və şərtdə də əlbəttə ki, tense forms var. Bizdən tərəfləri bərabər səviyyədə tələb eləyəcək. İki tərəfi də eyni şəkildə olan zaman axtarsaq, məsələn, A variantında she entered the room, otağa daxil oldu keçmişdə. Sonra da davamlı yazıb and see və görür. İndi özdə heç she ilə see də işlənmir, she ilə sees olardı, feilin sonunda ses olardı. A variantı məhz bu see-yə görə yanlışdır. Daha sonra gəlirik B variantına. Entered the room, otağa daxil oldu. Saw her brother, qardaşını gördü. Who writes a letter, kim ki məktub yazır. Amma bu qardaşını keçmişdə görüb, qardaşı indi məktub yazır. Hətta present simple tam olaraq indini də bildirir, ümumi hərəkətləri bildirir. Yəni, həmişə məktub yazan qardaşını gördü bir növ. Bu da yanlış cavabdır. C variantı bizim düzgün cavabımızdır. Baxın, entered, otağa daxil oldu. Saw, gördü. Kim ki məktub yazırdı, yəni keçmişdə onun gördüyü anda yazmaqdaydı. Və doğru cavabımız məhz C variantıdır. D variantında yenə entered və saw hissəsi düzgündür, amma davamındakı o is writing, bu indi məktub yazır deməkdir, bu avtomatik yanlış cavabdır. Və Y variantında isə entering və seeing yazıb. Dostlar, əksər şagirdlər cümlə qurarkən də bundan xəta olaraq, yanlış olaraq istifadə edirlər. Amma yadınızda saxlayın, ING-li nümunələri tək başına heç vaxt cümlənin xəbəri kimi işlədə bilməzsiniz. Yəni, she entering deyə bir cümlə quruluşu yoxdur. ING-li nümunələr yalnız to be-lərlə işləndikdə cümlənin müstəqil şəkildə xəbəri ola bilərlər və bu variantda yanlış cavab oldu. 9-da doğru cavabımız C variantıdır. Sual 10. Complex object, yəni mürəkkəb tamamlıq. Mürəkkəb tamamlıqda bizim ardıcıllığımız məhz bu şəkildə idi. Feil gəlirdi, davamında bir tamamlıq gəlirdi və onun davamında bir dənə də feil gəlirdi. Biz buna diqqət eləməliyik. Baxın, diqqət edirsə birinci nümunədə let me use hissəsi var. Let birinci qrup feildir. Özündən sonra sadə feil, yəni to-suz, ing-siz feil tələb edir və use-də işlənib. Bir düzgün cavabımızdır. 2-də let them to travel hissəsinə baxırıq, amma let-dən sonra to işlənə bilməz və bu da yanlış cavabdır. 3-də made her to apologize. Made də birinci qrupdur və o da özündən sonra to qəbul eləmir. Bu da yanlış cavabdır. 4-də expect my friends to arrive. Bax, bu hissəni işarələyirəm. Yəni, feil, tamamlıq, feil ardıcıllığını işarələyirəm. Və expect üçüncü qrupdur. Özündən sonra to qəbul edir və 4-cü cavabımız da doğrudur. Və sonuncu 5-ci variant make him state. Tamamlıqdan sonraki feilin sonuna id, ses, ümumiyyətlə feilin kökdən dəyişməsi tipli nümunələri artırmaq olmaz. Ona görə 5 də yanlışdır. Doğru cavabımız burada C variantı 1 və 4 olur. Sual 11-ə keçirik. Passive voice məchul növdür. Amma burada başqa bir şərtimiz var. Can be changed. Hansı cümlələr məchul növə çevrilə bilər? Dostlar, bilirik ki, bir cümləni məlumdan məchula çevirmək üçün biz ilk olaraq cümlənin tamamlığını gətirib məchul növdə çevirib əvvələ gətiririk. Yəni, cümlənin mübtədası edirik. Və elə buradan da çıxartdığımız məntiq bu ola bilər ki, əgər bir cümlədə tamamlıq olmasa, deməli biz həmin cümlədə məchula çevrilmədən danışa bilməyəcəyik. Çünki tamamlığı olmasa nəyi gətirəcəyik, qarşıya mübtədə eləyəcəyik? Heç bir şey olmayacaq əlimizdə və cümlə avtomatik olaraq məchula çevrilməyəcək. Tamamlıq da, dostlar,
İngilis dilində nəqli cümlələr mübtəda ilə başlayır. Ardıca xəbər gəlir və xəbərin ardıca da tamamlıq gəlir. Ümumiyyətlə tamamlığın işlənmə yeri cümlədə feildən, yəni xəbərdən sonradır. Və tamamlıq da əksər hallarda ya isimdən, məsələn isim olduğunu sözlərin sonundakı SES-dən, qarşısındakı ENZ artikellarından, yaxud da bəzən də sözün əlbəttə ki mənasından bilməliyik və bir də əvəzliklərdən. Əvəzliklərin də xüsusilə obyekt əvəzlikləri, me, you, him bu əvəzliklər və bir də törəmə əvəzliklər, some, any, no, every əvəzliklərinin törəmələri. Bunlar cümlədə tamamlıq kimi işlənən nümunələrdir. Və diqqət eləsək, birinci cümləyə my cousins mübtədadır burada. Daha sonra watch cümlənin xəbəridir və that serious, bax sonunda da SES var, isim olduğunu görürük. Yəni tamamlıqdır. Və tamamlıqsa deməli biz bu cümləni məhsula çevirə bilərik. İkinci cümlə, the mechanic sözü mübtədadır, will repair xəbərdir, the car tamamlıqdır. Yenə the, görürsünüz qarşısında artikli var və məhz isim olduğunu anlayırıqsa tamamlıq kimi qəbul edirik. Gəlirik üçüncü suala, uşaqlar. Üçüncü sualda the students mübtəda, are laughing xəbər, amma davamında loudly gəlib və tamamlıq yoxdur. Dördüncü cümlə, the bird mübtəda, flew xəbər, over the lake gölün üzərindən, bu da tamamlıq deyil, zərflikdir və yanlış cavabdır. Tamamlıq olan cümlələr məchul növə çevrilir, tamamlıq olmayan cümlələr məchul növə çevrilmir. 1 və 2 testimizin doğru cavabıdır. Devam edirik 12-ci sualla. Burada bir quantifier sualı çıxır qarşımıza və diqqət edirsinizsə, nöqtələrdən sonra busy places gəlir. Places cəm isimdir və cəm isimlə işlənməyən, burada C variantındakı little və D variantındakı a little variantlarını ixtisar edirik. A lot of, many və few variantları cəm isimlə işlənə bilir deyə qalır. Burada çox bəsit bir məntiq işlədə bilərsiniz ki, a lot of və many çox deməkdir, few az deməkdir və 2 çox, 1 az cavabımız var deyə Y variantı daha uyğun görsənir, çünki tək cavab odur. Gəlin tərcümə ilə də yoxlayaq. Most areas of the village are quiet. Kəndin əksər əraziləri sakitdir. There are few busy places. Yəni, burada çox məşğul olan, hərəkətli olan, busy işlək olan bir növ az yer var. Çünki az yer var deməliyik ki, o birinci hissədəki sakitdir hissəsini tamamlayaq və doğru cavabımız məhz Y variantı olur. Sual 13. Bu bir conjunction sualıdır, bağlayıcı sualıdır. I trust him now. Mən indi ona inanıram. He often lied to me in the past. O mənə keçmişdə tez-tez yalan danışırdı. Baxın dostlar, o mənə yalan danışırdı, mən ona inanıram. Bunlar əks fikirlərdir və sizə tövsiyəm bir-birinə əks cavablar olan nümunələrdə but, though, although, daha sonra whereas və bir də however bağlayıcılarından istifadə edin. Bunlar bir-birinə o zidd olan cümlələri bağlayan bağlayıcılardır. Və burada da bizim testimizin doğru cavabı məhz saydığım nümunələrdəki birdəki though bağlayıcısı və üstdəki although bağlayıcısıdır ki, bunlar məhz əks fikirləri bir-birinə bağlayır. Deyir ki, mən ona indi inanıram, baxmayaraq ki, o keçmişdə mənə tez-tez yalan danışırdı. Sual 14 definition testi çıxır qarşımıza. Burada diqqət eləsək, researcher sözü araşdırmacı deməkdir və buna uyğun gələn cavab məhz C variantıdır ki, a person who studies a subject carefully, yəni nəyisə diqqətlə öyrənən insan. Researcher bir C oldu. Daha sonra volunteer könüllüdür. Buna uyğun gələn cavab B-dir. A person who works without payment, yəni ödənişsiz işləyən insan, yəni könüllü. 2B oldu və 3 designer, tərcümə eynidir. A person who creates plans or drawings, yəni şəkillər və planlar hazırlayan insan. Bu da designerdir və buna da uyğun gələn cavab A-dır. Və doğru cavabımız da məsələ A variantı olur ki, burada C, B, A ardıcıllığında cavabı görürük. Sual 15-ə keçirik. Burada interrogative sentence başlığı çıxır qarşımıza. Xüsusi sual cümlələri görürük. Və dostlar, xüsusi sual cümlələrində bizim keçən dəfə başqa bir nümunə çıxmışdı qabağımıza. Xatırlayırsınızsa, mən orada sizə bir cümlə ardıcıllığı qeyd eləmişdim ki, həmin ardıcıllıq what do you want ardıcıllığındaydı. Bu bir şablon cümlə kimi sizə vermişdim bunu. Və bir digər və sonuncu ilə cümlə quruluşumuzda xüsusi sual cümlələrində
mübtəda üstəgəl xəbərdir. Yəni elə adi nəqli cümlənin quruluşudur. Və diqqət edirsinizsə, burada da elə doğru cavabımız məhz A variantıdır. Baxın, what mübtədadır dostlar, occurred xəbərdir. Və siz əgər xüsusi sual cümləsi strukturu axtarırsınızsa, ya yuxarıda verdiyim birinci quruluş olan what do you want ardıcıllığında, yəni what do you want nədir? Birinci what gəlir və yaxud da gələn dəfə why, when, what time, başqa bir sual sözü olacaq. Sonra do gəlir, yəni köməkçi feil gəlir. Gələn dəfə əmizar, was, will, modal feillər, hər hansısa başqa biri gələcək. Növbəti you gəlir, yəni mübtada gəlir. Gələn dəfə he, she, it, başqa bir mübtada olacaq. Və want feildir, xəbərdir. Növbəti dəfələrdə də come, write, play, go və s. başqa bir feillər olacaq. Ya bu quruluşdan istifadə edirsiniz, ya da buradakı A variantındakı kimi what occurred, yəni what mübtadadır, occurred da xəbərdir. Bu tip mübtada üstəgəl xəbər ardıcıllıqlı sual cümləsindən istifadə edirsiniz. Yəni sual cümlələrinin yekun strukturu bax bu ikisindən biridir. Sual 16-ya keçirik. Dostlar, sual 16-da doğru cavabımız burada C variantıdır. Newton was, belə mübtada xəbərlə başlayırıq. An excellent scientist, yəni Newton əla bir alim idi, of his century, öz əsrinin, of-un indi bildiyiniz kimi tərcümədə Newton öz əsrinin mükəmməl alimi idi. Və burada ardıcıllıq C variantıdır. Bu mövzuda çətinlik çəkənlərə tövsiyə edirəm ki, imtahanda bununla bağlı bir sual düşür. O sualı doğru cavabını daha rahat tapmağınız üçün 5 variantın da cümlə ardıcıllığını yazın. 5 cümləni də yazsaz, əmin olun ki, doğru cavabı tapma ehtimalınız yəni çox yüksək olacaq. 80-90% ehtimalda doğru cavabı tapa biləcəksiniz. Sual 17. Complete the sentence. Burada so, do, I, need, do, I quruluşu görürük. So, do, I, need, do, I quruluşunda uşaqlar qayda çox bəsitdir. Əgər cümlə təsdiq cümləsidirsə so ilə, inkar cümləsidirsə neyza ilə cavab yazırıq. Bonus olaraq burada bizim 3 dənə sözümüz var. To, daha sonra also və bir də either sözləridir ki, bu sözlərin istifadə qaydasında da to və also təsdiq cümlələrində, either isə inkar cümlələrində işlənir. İndi yoxlayaq. Cümlə, diqqət edirsə, şərtdə bizə verilən cümlə didn't var, inkardır. Did olduğuna görə biz ilk olaraq elə məhz B variantındakı dazı silirik. Çünki bizə hansı zaman təqdim olunubsa, həmin zamanın içində qalmalıyıq. Daha sonra cümlə didn't var, inkardır. Deməli, bizim cavabımız da inkar olmalıdır. Ona görə A variantını silirik. Burada təsdiq cavabdır gördüyünüz kimi. Daha sonra D variantını da silirik. Bu da təsdiq cavabdır. Və Y variantı da eyni şəkildə təsdiq cavabdır. Əlimizdə bircə dənə C variantı qalır və doğru cavabımızdır. Sual 18. Burada xatırlayırsınızsa qaydadan da nöqtələrdən əvvəl book cansız bir isimdir. Cansız isimləri which və that əvəzlikləri təyin eləyir və doğru cavab A variantı olur. Canlıları isə who, whom, whose və that əvəzlikləri təyin eləyə bilir. Bir də yer məkan bildirən və zaman bildirən nümunələr var ki, yer məkan nümunələrində where'dan, zaman bildirən nümunələrdə when bağlayıcısından istifadə etməmiz mümkündür. Sual 19. Plural nouns, yəni cəm isimlər. A variantındakı dostlar 3 sözün 3'ü də sayılmayan isimdir. Yəni 3'ü də yanlışdır. B variantı bizim düzgün cavabımızdır. Amma bu testi kim doğru çapacaq? Noun mövzusundakı qaydadakı sözləri əzbərləyən insanlar. Yəni sadəcə SES ilə əzbərlənən isimləri bilmək bax noun mövzusunda vəziyyətdən çıxışa bizə kömək etmir. Poultry, lies, gentry sözləri üçü də cəm isimdir, amma heç birinin sonunda SES yoxdur. Çünki bunlar fərqli metodlarla cəm olan isimlərdir. Məsələn, poultry və gentry sözü toplu isimlərdir, onlar həmişə cəmdədirlər. Lies sözü isə laos sözünün cəm formasıdır, kökündən dəyişərək cəmlənibdir. Daha sonra C variantında məsələn hər 3 sözün sonunda S var, amma heç biri cəmdə deyil, hətta 3'ü də sayılmayandır. Gymnastics və politics sonu X ilə bitən bütün isimlər ümumiyyətlə sayılmayandır. News da bizim ən yaralı yerlərimizdən biridir ki, news da sonu S ilə bitsə də xəbər mənasında sayılmayan isimlərimizdən biridir. D variantı water, sugar, salt hər 3 söz sayılmayandır və Y variantında da yenə music, art və literature sözlərinin hər 3'ü sayılmayan isimlərdir. Sual 20'ye keçirik. Burada pronoun sualı çıxır bizim qarşımıza. İlk olaraq birinci tərəfdən başlasaq dostlar. Diqqət edirsən nöqtələrdən sonra burada of var. Of var deyə biz Y variantındakı no'nu silirik.
Çünki keçən sınaqlarda da qeyd eləmişdik ki, no, every və törəmələrdən sonra of işlənmir. İkinci məsələ diqqət edirsə, burada don't var. Bu inkardır və bir cümlədə iki inkar işlənməz deyə A variantındakı nan və D variantındakı neyzanı silirik. Qaldı əlimizdə iki variantı. B variantı ilə C variantı. Və ikinci tərəfə də diqqət edərsək dostlar, ikinci tərəfdə nöqtələrdən sonra solution sözü gəlib, yəni tək isim gəlib. Əlimizdə də other və another əvəzlikləri var. Əgər nöqtələrdən sonraki isim təkdirsə, sayılan təkdirsə, biz another əvəzliyindən istifadə edirik və bu testin cavabı məhz C variantı olur. Əgər burada solution sözünün yerində cəm və ya sayılmayan bir isim olsaydı, o halda doğru cavabımız B variantı olacaqdı. Sual 21. Bu preposition testidir. Qayda çox bəsitdir. Interested in olur və childhood-la da məhz in işlənir. Amma burada məhz elə biz də buna allanıb cavabı C variantı yazırıq. Amma cavab gəlib C variantı yox, məhz A variantı çıxacaq dostlar. Səbəb nədir? Bax, burada elə yazdığım o inin üstündən gördüyünüz kimi də xətt çəkirəm. Dostlar, burada çox önəmli bir məsələ var. İllər, aylar, əsillər, fəsillər, ümumiyyətlə in ilə işlənən zaman nümunələri keçmiş zaman məzmunludur. Məsələn, in childhood, in the past və yaxud in my youth, in üstəgəl hər hansısa bir il, in üstəgəl hər hansısa bir fəsil. Bunların hamısı past simple-a aid zaman zərfləri kimi götürsək, in işlədə bilərik. Amma yox, əgər bax, burada bir dənə has been var. Cümlənin əgər zamanı perfect zamandırsa, bitmiş zamandırsa, bax, o in işlətdiyimiz, bayaqdan saydığım bütün nümunələrin qarşısında artıq in yox, məhz since işlənir. Yəni, bu hissədə çox-çox diqqətli olun, sizi çaşdırmasın. Bax, yenə də deyirəm, hər biriniz in childhood-u əzbər bilirsiniz, amma bu testin cavabı in childhood yox, since childhood-dur. Səbəb cümlənin əvvəlində işlənən has been-dir. Əgər bu has been-in yerində was olsaydı, she was interested olsaydı, onda cavab in childhood olacaqdı. Bax, bu test diqqətli baxılmalı testlərdən biridir. Sual 22. 22-ci sualı keçən sınaqların birində də görmüşdük. Xatırlayırsa bir qaydamız da var idi bizimki. To be, daha sonra üstəgəl adjective, yəni sifət işlənir və ardıca gələn feilimiz məhz to hissəcikli olur. Və burada da diqqət edirsə to be var, və ardıca ready də var, sifət. Bizdən çatışmayan növbəti hissəni tamamlamaq tələb olunur və növbəti də diqqət edirsə to-lu feildir deyə doğru cavabımız 22-də B variantı olur. Və dostlar, gəldik çatdıq mətn suallarına. Bu dəfəki mətnimiz morning routines, yəni səhər alışqanlıqları və ümumiyyətlə uğurlu insanların erkən oyanma alışqanlıqları ilə bağlı bir mətn idi. Baxaq suallarımıza. Burada variantlara baxsaq, diqqət eləsək, Y variantında morning habits of successful individuals, yəni uğurlu şəxslərin sabah vərdişləri və doğru cavabımız məhz burada Y variantıdır. A variantında gündəlik yemə vərdişləri, B variantında sağlam səhər yeməyinin əhəmiyyəti, C variantında sosial medianın təsirləri və D variantında da işdə xoşbəxtlik kimi başlıqlar verilib və bunların hər biri mətnə aid deyil. Sual 24. Which statement is false verilib. Bu dəfə yanlış cavabı axtaracağıq. Və A variantında many successful people avoid checking social media first thing. Deyir ki, uğurlu insanlar, əksər uğurlu insanlar ilk olaraq sosial medianı yoxlamağı avoid, yəni yayınırlar bundan, yoxlamırlar. Bəli, bu düzgün cavabdır. Mətndə də biz bunu görürük. Məsələn, bax, burada altından xətt çəkəcəm birinci abzasda diqqət edirsə, instead of checking social media. Yəni, sosial medianı yoxlamaq əvəzinə they prefer calm activities. Yəni, onlar sakit fəaliyyətləri tərcih edirlər. Bu doğru cavabdır. B variantı, exercise can increase energy levels. Yəni, exercise bir növ məşqlər, yüngül idman kimi. İdmanlar increase energy levels, yəni enerji səviyyəsini qaldırır, inkişaf elətdirir. Bəli, bu düzgün cavabdır. Bunu da biz ikinci abzasın bax son cümləsinə görə bilərik ki, higher energy levels throughout the day. Əvvəlində də baxın physical activity verib, yəni fiziki fəaliyyət, exercise nəzərdə tutur. C variantı, consistency is important for the person's routine. Bu da mətndə verilən fikirlərdən biri idi.
Bu da bizim doğru cavabımızdır. Burada diqqət edirsə, bunun 3-cü abzasın 2-ci sətrində görürsünüz. Daha sonra D variantına baxırıq. Planning tasks in the morning improves focus. Bəli, səhər belə deyək, tapşırıqları planlaşdırmaq, fokus, yəni diqqət cəlb eləməyi yaxşılaşdırır. Bu da düzgün cavabımızdan biridir. Bunu da yenə birinci abzasın baş son hissəsində görürük. Planning the task. Və gəldik çatdıq Y variantına. There is one perfect routine for everyone. Hər kəs üçün bir dənə mükəmməl rutin var. Bu yanlış cavabdır. Əlbəttə ki, bu şəxsə görə dəyişə bilər. Amma mətndən də cavabını axtarası olsaq, 3-cü abzasın birinci cümləsində bunu görürük ki, however, experts say there is no single perfect routine. Yəni, ekspertlər deyir ki, yalnız bir mükəmməl rutin yoxdur. Hər kəs üçün bu fərqlənə bilər və 24-də də bizdən məhz false, yanlış variant istədiyinə görə cavab Y variantı olur. Sual 25-ə keçirik. Why do many successful people wake up early? Nəyə görə əksər uğurlu insanlar erkən qalxırlar? Burada doğru cavab B variantıdır. To use quiet hours productively. Yəni, sakit saatları faydalı şəkildə keçirtmək. Bunu da mətnin elə birinci abzasında, ikinci sətirdə, ikinci cümlədə də görə bilərsiniz. Sual 26-ya keçirik. Choose the sentence that best matches the information in the passage. Yəni, mətndəki informasiyaya ən uyğun gələn cümləni seçəcəyik. Elə burada doğru cavabımız A variantıdır ki, calm activities at the start of the day may improve concentration. Yəni, günün başlanğıcındakı sakit fəaliyyətlər bizim diqqətimizi cəlb eləməyimizi yaxşılaşdırır. Bəli, A variantı düzgün cavabdır. B variantında morning habits don't affect long-term results. Yəni, uzun müddətli nəticələrə sabah vərdişləri təsir etmir yazıb. Burada don't affect yazıb, əlbəttə ki, təsir edir. Bu səhv cavabdır. C variantı, all successful people follow identical routines. Yəni, bütün uğurlu insanlar eyni rutinləri izləyirlər, yəni eyni rutinə əməl edirlər. Əlbəttə ki, bayaq da bunu qeyd elədik ki, hər kəsə görə dəyişir. Fərqlidir, burada identical sözü səhvdir, identical eyni deməkdir. D variantı, late night work is more effective than morning planning. Yəni, gecə işi səhər planlamasından daha effektivdir. Tam tərsinə biz səhərin üstünlüklərindən danışırıq mətndə. Və Y variantı, breakfast is the only important factor for success. Səhər yeməyi uğurun tək vacib faktorudur. Xeyr, əlbəttə ki, başqa nə qədər faktor var, səhər yeməyi sadəcə kiçik bir hissədir. Sual 27. Burada bizdən at once, close meaning və paragraph 1 hissələri verilib ipucu olaraq. At once bizim sözümüzdür, close meaning yaxın mənalıdır və cavabımız da paragraph 1, yəni birinci abzasda olmalıdır. At once uşaqlar dərhal deməkdir və yaxın mənalı söz axtarırıqsa birinci abzasda doğru cavabımız burada immediately sözü olacaq. Elə immediately də dərhal deməkdir. Və sual 28-ə baxırıq. Burada definition testi çıxır qarşımıza. Və doğru cavabımız məhz paragraf 3, yəni 3-cü abzasda çıxır bizim qarşımıza. 3-cü abzasda the ability to think. Bax, bu qarşıda zeynin olmağı ipucumuzdur ki, bu isimdir. To think carefully about something you are doing. Yəni, etdiyin bir şey haqqında düşünmək. Bu, dostlar, concentration sözüdür, yəni fikrini cəmləmək. Bizdə də var da, konsentrasiya deyirik. Amma fikrini cəmləmək daha yaxşı tərcümədir və doğru cavabımız məhz 3-cü abzasda concentration sözüdür. Sual 29-a baxırıq. While not everyone becomes active at sunrise. Və biz bu cümlənin davamını tamamlamalıyıq. Mətndə bunun davamı many successful individuals value quiet morning time şəklində cümlə verilibdir. Bu cümləni biz ikinci abzasın elə ilk cümləsi, daha doğrusu ikinci cümləsində görürük ki, bax, many successful individuals value quiet morning time. Yəni, biz bu altından xətt çəkdiyim ikinci abzasdakı cümlədə iki sözü sinonimləri ilə əvəz eləməliyik. Many-ni a lot of-la, a number of, numerous sözləri ilə əvəz eləyə bilərsiniz. Successful sözün əvəzinə prosperous yaza bilərsiniz. Individuals şəxs mənasında işlənir. Burada people, figures sözündən istifadə eləyə bilərsiniz. Bax, figures sözünü yazıram bura ki, ola bilər sözü tam başa düşməzsiniz.
Sonunda əlbəttə ki, S olmaq şərti ilə. Value sözünün əvəzinə appreciate yaza bilərsiniz. Və quiet sözünün əvəzinə peaceful, calm, silent, still sözlərindən, still hələ də mənası da var, sakit mənası da var. Və sonuncu morning time sözünün əvəzinə də early hours ifadəsindən istifadə edə bilərsiniz. Özünüzün başqa fikirləriniz də olsa, rəy bölməsində yazıb soruşa bilərsiniz. Baxıb hər bir sualı cavablandıracağam orada. Və dostlar, gəldik çatdıq sonuncu 30-cu suala. What is your morning routine? Sizin səhər rutininiz nədir? Do you think it helps you during the day? Yəni, səncə bu sənə gün ərzində kömək edirmi? Amma dostlar, bu suallara cavab yazarkən hər dəfə təkrar deyirik, mətndəki fikirlərdən, cümlələrdən tamamilə uzaq qaçırsınız. Şəxsi öz cümlələrinizi, öz fikirlərinizi yazın. Hər biriniz cavablarınızı rəy bölməsində qeyd edin və mən sizə doğru cavab olub olmadığını, nələri düz yazmısınız, nələrə diqqət eləməlisiniz, ətraflı orada izah verə biləcəm. Sabah növbəti sınaqda görüşərik. Hər birinizə uğurlar.